hər vaxtınız xeyir olsun. 6 aprel 2025-ci il tarixində Güvən nəşriyyatının birinci qruplar üçün keçirdiyi sınaq imtahanının suallarının izahlarına baxırıq. 11-ci sinif 1-ci qrup. Baxaq birinci suala. X oxu boyunca düz xəttli bərabər yavaşlayan hərəkət edən cisim K nöqtəsini keçən andan 20 saniyə sonra M nöqtəsinə çataraq dayanır. K nöqtəsini keçən anda cismin sürətinin modulunu hesablayın. S bərabərdir V üstə gəlinsin V0 bölünsün 2 vurulsun T düsturunu bilirik. Həmən düstura əsasən deyirik ki, cisim son anda dayandığı üçün onun son sürəti 0-dır. O zaman düsturu S bərabərdir V0T bölünsün 2 şəklində hesablaya bilərik. Buradan bizə lazımdır K nöqtəsini keçən andakı sürəti. Yəni, belə deyək ki, başlanğıc sürət kimi düşünə bilərik bunu. Yəni, V0 lazımdır bizə. V0 bərabərdir. T-ni məxrəcdə 2S isə kəsrin surətində yaza bilərəm. Bərabərdir. 2 vurulsun. Baxaq görək ki, nə qədər yer dəyişmə eləyib. K nöqtəsindən M nöqtəsinə olan yer dəyişməni tapmaq üçün S bərabərdir. X çıxılsın, X0 yaza bilərik. Son koordinat 80, başlanğıc koordinat -20. 80-dən -20-nə çıxdığımız zaman S-in qiyməti 100 alınmış olur. Yəni 100 metrlik bir yer dəyişmə var. Bölünsün. Keçən zaman müddəti 20 saniyədir. Burada bir dənə 20-ni yazdım. 2-ni 100-ə vurduq. 200, 200-ü 20-yə böldük. 10 oldu. Deməli, K nöqtəsindən keçən andakı sürəti 10 metr bölü saniyəyə bərabərmiş. Çevrə üzrə bərabər sürətlə hərəkət edən iki maddi nöqtənin xətti sürətlərini verib, onların bucaq sürətlərinin nisbətini hesablayın. Bucaq sürəti omega bərabərdir V bölünsün R şəklində hesablanır. Biz buradan omega 2 bölünsün omega 1-i tapmaq istədiyimiz zaman omega 2 bölünsün omega 1 bərabərdir. V ilə düz mütənasibdir, yəni yaza bilərəm. V2 bölünsün V1, R ilə isə tərs mütənasibdir, yəni R1 bölünsün R2 şəklində bir şey yaza bilərik. Bərabərdir. V2 bölünsün V1. V2-nin yerinə 3V1 yazdığımız zaman 3V1-i V1-ə bölsək, burada 3 alınır. R1 bölünsün R2. Birincinin radiusu 2. İkincinin radiusu 1, 2, 3. Bura 3. Deməli, yaza bilərəm 2 bölünsün 3. Buradan 3-lər ixtisar gedən zaman omega 2 bölü omega 1 nisbətinin 2-yə bərabər olduğunu görürük. Sualımızın cavabı D variantı olmuş olur. 33-də. Yer səthindən şaquli yuxarı atılmış cismin maksimal qalxma hündürlüyünün başlanğıc sürətin qiymətindən asılılıq qrafiki hansıdır? Maksimal qalxma hündürlüyü H bərabərdir V0-ın kvadratı bölünsün 2J düsturu ilə hesablanır. Buradan görürük ki, maksimal qalxma hündürlüyü başlanğıc sürətin kvadratı ilə mütənasibdir. 34-də. F bərabərdir 12 Newton dartı qüvvəsinin təsiri ilə üfüqi səth üzrə hərəkət edən 5 kq kütləli cismin sürətinin modulunun zamandan asılılığı verilib. Cismə təsir edən sürtünmə qüvvəsinin qiymətini hesablayın. Bu ifadəyə əsasən biz cismin təcilinin V bərabərdir V0 üstə gəlinsin AT düsturuna əsasən T-nin qabağında duran qiymətin təcil olduğunu bilirik. Yəni A bərabərdir 0,4-dür. Sonra biz buradan əvəzləyici qüvvəni tapa bilərik. F əvəzləyici bərabərdir MA. M vurulsun A. Kütlənin qiyməti 5, təcilin qiyməti 0,4. 5-i 0,4-ə vursaq, əvəzləyici qüvvənin 2 Newton olduğunu tapa bilərik. İndi 12 Newton dartı qüvvəsidirsə, əvəzləyici qüvvə də 2 Newtondursa, o zaman sürtünmə qüvvəsi, hərəkətin əksinə doğru yönələn sürtünmə qüvvəsi 10 Newton olmalıdır. Çünki 12-dən 10-u çıxmalıyıq ki, bu əvəzləyici qüvvə 2-ni versin bizə. Deməli, sürtünmə qüvvəsi 10 Newtondur. Sualımızın cavabı D variantıdır, deyə bilərik. Davam edirik 35-ci sualla. Çəksiz yaya bağlanmış cisim hamar mail müstəvi səth üzərində tarazlıqdadır. Cismin kütləsi 600 qram olarsa, yayda yaranan elastiklik qüvvəsi modulunu hesablayın. Deməli, yay bu cismi tutmağa çalışır, saxlamağa çalışır. Yəni, təqribən yuxarı doğru bir yönələn qüvvə var burada. Aşağı yönələn isə mg sinus alfa qüvvəsi var. Bunun cismin tarazlıqda olması üçün burada yaranan elastiklik qüvvəsi bu mg sinus alfaya bərabər olmalıdır. Yəni, yuxarı və aşağı yönələn qüvvələr bir-birini tarazlamalıdır. Bərabərdir. Kütlənin qiyməti 600 qram, bu 0,6 kiloqram deməkdir. Vurulsun. Sərbəst düşmə təcilinin qiyməti 10. Sinus alfa da 0,6-dır. Sinus alfanı da 0,6 yazsaq, 0,6-nı 10-a vuranda 6, 6-nı da 0,6-ya vursaq, 3,6 Newton
burada belə deyək ki, elastiklik qüvvəsi olmalıdır. Yaxşı, bir sual oluna bilər ki, burada mü'nün qiyməti var məsələn, bu niyə hesablamırıq? Bu cisim tarazlıqdadır. Tarazlıqda olduğu üçün, yəni sükunətdə olduğu üçün buna sükunət sürtünmə qüvvəsi təsir göstərir. Və həmən sükunət sürtünmə qüvvəsi, yəni belə deyək ki, mg sinus alfa elastiklik qüvvəsi bunları bir-birini tarazlaşdırır. Yəni mu mg kosinus alfanı o zaman yazırıq ki, cisim hərəkət etsin. Cisim hərəkət etmədiyi üçün biz mu mg kosinus alfa düsturundan istifadə edə bilmərik. Çəksiz link tarazlıqdadır. T bərabərdir 600 Newton olarsa, F1 qüvvəsinin qiymətini hesablayın. Bizə F1 qüvvəsi lazımdır və T-nin qiyməti bilinir. F2 isə biz bilmirik. O zaman biz buradan bir dənə dayaq yerləşdirib F1 qüvvəsini tapa bilərik. Sanki dayaq buradaymış kimi düşünürük. T-yə qədər olan məsafə 1, 2, 3, 4 bölgü. O zaman yazıram 4 vurulsun T bərabərdir. F1-ə qədər olan məsafə 1, 2, 3, 4, 5, 6. O zaman yazıram F1 vurulsun 6. T'nin qiyməti 600'dür. 4'ü vururam 600'ə. Olur 2400. Bərabərdir. F1 vurulsun 6. Burada F1'i tapsaq F1 bərabərdir 400 Newton olmalıdır. Çünki 400'ü 6'ya vurmalıyıq ki 2400 alınsın. Deməli F1 qüvvəsinin qiyməti 400 Newtona bərabərmiş. 36'da faydalı iş əmsalı 40% olan mühərrikin tam gücü 8 kW'dır. Bu mühərrikin 10 saniyə ərzində gördüyü faydalı işi hesablayın. Deməli, faydalı iş əmsalı eta bərabərdir. Faydalı iş bölünsün tam iş deyə bilərik. Bizə nə lazımdır? Bizə faydalı iş lazımdır. O zaman yazıram. Faydalı iş bərabərdir. Buradakı tam iş vurulsun faydalı iş əmsalı. Yəni A tam vurulsun eta bərabərdir. Tam işi hesablamaq üçün gücü zamana vurmağımız lazımdır. Yəni burada tam işin yerinə biz yaza bilərik. 8 kilovat vurulsun 10 saniyə. Etanın yerinə də yaza bilərik. Belə deyək. A bərabərdir. Güc belə idi də P bərabərdir A bölünsün T. Biz ona görə burada faydalının yerinə 8'i 10'a vurduq. Yəni P-ni T-yə vurduq. Aha, 8'i vurduq 10'a. Bir də burada etanın qiyməti də 40%. 40% də 0,4 deməkdir də. Bərabərdir. 8'i 10'a vurduq. 80, 0,4'ə də vurduq. Oldu 32 kilojoule. Sualımızın cavabı B variantı olmuş oldu. 38'də əvəzləyici qüvvənin gördüyü işin cismin kinetik enerjisindən asıllıq qrafiki hansıdır? Əvəzləyici qüvvənin gördüyü iş, deməli, A bərabərdir delta YK. Buna da yaza bilərik. YK çıxılsın YK 0. İndi, yəni əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. İndi burada başlanğıc sürət 0 olduğu üçün YK 0 0'dır. O zaman A bərabərdir YK alırıq. Yəni əvəzləyici qüvvənin gördüyü iş kinetik enerji ilə düz mütənasib asılıdır. 39'da başlanğıc halda daxili enerjisi 10 kilojoule olan ideal qaz üzərində xarici qüvvələr 2 kilojoule iş görür. Prosesin sonunda ideal qazın daxili enerjisini hesablayın. Deməli, istilik verilməyib bunun üzərində xarici qüvvələr iş görüb. Əgər qazın üzərində xarici qüvvələr iş görübsə, o zaman qazın daxili enerjisi artır. Yəni 10 kilojoule'luq enerjisi varsa, xarici qüvvələr də üzərində iş görmüşdür. Və onun enerjisi 12 kilojoule olmuşdur. Suda üzən 6 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin və Arximed qüvvəsinin qiymətini hesablayın. Üzən dediyi üçün buna təsir edən Arximed qüvvəsi ilə ağırlıq qüvvəsi bir-birinə bərabər olmalıdır. Ağırlıq qüvvəsi mg'dir. Yəni 6 vurulsun 10, 60 newtondur. 60 newton ağırlıq qüvvəsi təsir edirsə, üzdüyü üçün 60 newtonda Arximed qüvvəsi təsir göstərməlidir. Təsir edən Arximed qüvvəsi 60'dır. Əvəzləyici qüvvə isə 0 olmalıdır. Çünki yuxarı və aşağı doğru təsir edən qüvvələr bir-birinə bərabərdir. Əvəzləyici qüvvə 0, Arximed qüvvəsi 60 Newton. Sualın cavabı B variantı. Davam edirik 41-ci sualda. Müəyyən temperaturda nisbi rütubəti 40% olan havadakı su buxarının sıxlığı 12 qram bölü kubmetr olarsa, həmin temperaturda doyan su buxarının sıxlığını hesablayın. Deməli, nisbi rütubət bərabərdir. Havadakı su buxarının sıxlığı bölünsün
doyan su buxarının sıxlığı. Buradan doyan su buxarının sıxlığını, yəni ρ0-ı tapmaq istəsək, ρ0 bərabərdir. Rho bölünsün fi yaza bilərik. Rho'nun qiyməti, yəni havadakı su buxarının sıxlığının qiyməti 12 qram bölü kubmetrdir. Fi'nin qiyməti 40%, yəni 0,4 deməkdir bu da. 12-ni də 0,4-ə böləndə 30 qram bölü kubmetr alırıq sualımızın cavabını. Qızılın ərimə istiliyinin onun kütləsindən asılılıq qrafiki hansıdır? Ərimə istiliyi üçün Q bərabərdir. Lambda vurulsun M yaza bilərik. Lambda burada xüsusi ərimə istiliyidir və sabitdir. Deməli, qızılın ərimə istiliyi onun kütləsindən düz mütənasib asılıdır. Düz mütənasib asılılıq qrafiki də C variantında verilmişdir. Davam edirik növbəti sualla. 43-cü sualla. Nüvəsində 5 proton, 6 neytron və elektron təbəqələrində 2 elektron olan bor ionunun yükünü hesablayın. 5 dənə protondur, 6 dənə neytron və elektron təbəqələrində 2 elektron olan. Deməli, belə düşünə bilərik ki, protonların sayı 5 dənə, elektronların sayı isə 2 dənəymiş. O zaman bunun yükü müsbət 3'dür. Çünki müsbətlərin sayı. Proton müsbətdir. Müsbətlərin sayı 5. Elektron isə mənfidir. Mənfilərin sayı isə 2'dir. O zaman buradan müsbət 5, mənfi 2 biz deyə bilərik ki, bu ionun yükü, borun yükü müsbət 3'dür. Müsbət 3 yükü varmış. O zaman belə deyək ki, bunun ionun yükünü belə hesablaya bilərik. Q bərabərdir. N vurulsun Y. N'in qiyməti 3 oldu. Y'nin qiyməti də budur. 1,6 10 üstü mənfi 19. Bunları bir-birinə vuranda da Q'nin qiyməti 4,8 10 üstü mənfi 19 alınır. Tutumu 6 mikrofarad olan kondensatorun lövhələri arasındakı gərginliyi hesablayın. 6 mikrofarad olan kondensatorun lövhələri arasındakı gərginliyi. Birinci növbədə biz deyə bilərik ki, burada 6 və 12 mikrofarad tutumlu kondensatorlar ardıcıl birləşmişdir. Biri gəlir, onun ardınca da o birisi gəlir. Yəni burada paralel birləşmə, yəni paralel kimi görünsə də bu paralel birləşmə deyil, ardıcıl birləşmədir. İndi bu kondensatorlar bir-birindən ardıcıl birləşiblərsə, ümumi tutumu biz buradan hesablaya bilərik. Ümumi tutum bərabərdir. S1 vurulsun S2 bölünsün S1 üstə gəlinsin S2 şəklində hesablana bilər. Bərabərdir. 12 vuru 6 bölünsün 12 üstə gəlinsin 6. 12'ni 6'ya vurduk 72, 12'nin üzerine 6 geldik 18. 72'ni de 18'e böləndə ümumi tutum 4 mikrofarad olmuş olur. Ümumi tutum 4 mikrofaraddır. Bəs bizə nə lazımdır? Bizə lazımdır burada, yəni 6 mikrofarad olan kondensatorun gərginliyi. O zaman bunun üçün də yaza bilərik. U bərabərdir. Birinci növbədə belə deyək ki, Q'nü də tapa bilərik biz buradan. Yəni ardıcıl birləşmə üçün Q'lər bir-birinə bərabərdir. Q'nü tapsaq S vurulsun U yaza bilərik. S'nin qiyməti 4, U'nun qiyməti 24. 4'ü 24'ə vuranda 4, 4'ün 16, 4, 2'nin 8, 96. Q'nun qiymətini 96 mikrokulon tapırıq. Buradan U'nu tapsaq, U bərabərdir. Q bölünsün S. Yükün qiyməti 96 mikrokulon, tutumun qiyməti 6 mikrofarad. 96'ını da 6'ya bölürük. 16 volt tapırıq buradakı gərginliyi. Sualımızın cevabı C variantı olmuş olur. Verilmiş müstəvi kondensatorun tutumunun onun enerjisindən asılı qrafiki hansıdır? Verilmiş müstəvi kondensatorun tutumu onun enerjisindən asılı deyildir. Tutum S bərabərdir epsilon, epsilon 0S bölünsün D ifadəsi ilə təyin olunur və buradakı verilən parametrlərdən asılıdır. Naqilin ən kəsiyindən keçən elektrik yükünün zamandan asıllıq qrafikinə əsasən cərəyan şiddətini hesablayın. I bərabərdir Q bölünsün T. Buradan 8'i 4'ə bölüb cərəyan şiddətinin 2 amper olduğunu tapa bilərik. 47'də verilmiş mis naqilin uzunluğunu 2 dəfə azaltdıqda onun müqaviməti və xüsusi müqaviməti necə dəyişər? Xüsusi müqavimət naqilin hazırlandığı materialdan asılıdır. Bir də temperaturdan asılıdır. İndi burada xüsusi müqavimət uzunluqdan asılı deyil. Uzunluğu 2 dəfə azaltsaq da artırsaq da orada xüsusi müqavimət dəyişməz olaraq qalmalıdır. Bura olacaqdır dəyişməz. Rho dəyişməz olacaq. Bəs müqavimət necə dəyişər? R bərabərdir Rho L bölünsün S. Uzunluğu əgər 2 dəfə azaldırıqsa o zaman müqavimət də 2 dəfə azalmalıdır. Çünki düz mütənasib asılıdır.
Müqavimət 2 dəfə azalar, o birisi isə dəyişməz. Nəticədə sualımızın cavabı Y variantı olmuş olar. Verilmiş maqnit sahəsinə göstərilmiş istiqamətlərdə daxil olan protonlara təsir edən Lorentz qüvvəsinin qiymətləri arasındakı doğru münasibət hansıdır? Lorentz qüvvəsi F Lorentz bərabərdir QVB sinus alfa ifadəsi ilə müəyyən olunur. QVB sinus alfa. Buradakı sinus alfa V ilə B arasında, yəni sürətlə belə deyək ki, induksiya vektoru arasındakı bucaqdır. İndi bu da perpendikulyar daxil olub, maqnit sahəsinə bu da perpendikulyar daxil olub. Yəni bunların qüvvələri bir-birinə bərabərdir. O zaman F1 ilə F2-ni bir-birinə bərabər edə bilərik. Üçüncüsü isə baxırıq ki, paralel istiqamətdə daxil olub. O zaman paralel daxil olduğu üçün buna təsir edən Lorentz qüvvəsi sıfırdır. Çünki əks istiqamətdə daxil olub, bu alfa bucağı 180 dərəcədir, 180 dərəcədə də sinus 0 alır. Yəni Lorentz qüvvəsi 0 olur. F1 F2-yə bərabərdir. F3 isə 0-a bərabərdir. Yəni sualımızın cavabı Y variantıdır deyə bilərik. Weber bölünsün amper ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Weber maqnit selinin vahididir. Amper isə cərəyan şiddətinin vahididir. Finin i-yə nisbəti də bizə verir L-i, yəni induktivliyi. Bu vahid induktivliyin vahidinə uyğundur. Verilmiş sarğacdan keçən elektrik yükünün miqdarı Q bərabərdir 5T qanunu ilə dəyişir. Sarğacın maqnit sahəsinin enerjisini verib maqnit selini bizdən soruşur. Q bərabərdir 5T tənliyindən biz cərəyan şiddətini tapmaq istəsək, I bərabərdir Q-nün törəməsi deyə bilərik. Yəni cərəyan şiddətinin zamana görə törəməsini tapıb, daha doğrusu elektrik yükünün zamana görə törəməsini tapıb cərəyan şiddətini hesablamaq olar. 5T-nin törəməsi 5-dir. Yəni cərəyan şiddəti burada 5 amperdir. Enerjini verib i-ni bilirik. O zaman biz buradan maqnit selini hesablaya bilərik. V bərabərdir. Fi vurulsun i bölünsün 2. Fi i bölünsün 2. Buradan maqnit selini, yəni fi-ni tapmaq istəsək, fi bərabərdir. I-ni yazdım aşağıda, 2V-ni də yazdım kəsirin surətində. Bərabərdir. 2 vurulsun. V-nin qiyməti, enerjinin qiyməti 40 millijoule. Bura 40 yazdım. Cərəyan şiddəti 5-dir. Burada 5 yazdım. Bərabərdir. 2-ni 40-a vurduq 80. 5-ə böldük. Oldu 16. Sualımızın cavabı D variantı olmuş oldu. Bu 51-ci sual idi. Keçirik növbəti suala. 51-ci sual. Rəqs konturunda sərbəst rəqslərin tezliyini, sarğacdakı cərəyan şiddətinin amplitud qiyməti IM olarsa, kondensatorda yükün amplitud qiyməti hansı ifadə ilə təyin olunur? Biz belə yaza bilərik. IM bərabərdir omega QM. Omeganın yerinə 2pi-ni yaza bilərik. 2pi-ni vurulsun QM. Buradan kondensatordakı yükün amplitud qiyməti, yəni bizə lazımdır QM. Bərabərdir. 2pi-ni yazırıq məxrəcdə. IM-i də yazırıq kəsirin surətində. Deməli, IM bölünsün 2pi-ni, sualımızın cavabı Y variantı olmuş olur. Şərti işarələrlə verilmiş cihazlar üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Birincisi yarım keçirici dioddur. Bu ikincisi isə vakum diodudur. İş prinsipi PN keçidinə əsaslanır. İş prinsipi PN keçidinə əsaslanan bu yarım keçirici dioddur. Yəni 3-ü yazdıq bura. Dövrədən bir istiqamətli cərəyan keçməsini təmin edir. Hər ikisi dövrədən bir istiqamətli cərəyan keçməsini təmin edir. Deməli 2, 3 sonra bir dəqiqə burada 2 yazmışıq, burada 2. Yarım keçirici diod bu vakum diodudur. Vakum diodu bu 1-dir. Vakum diodudur bu. Deməli 2, 3 sonra 1, sonra da 4. Sualımızın cavabı C variantı olmalıdır. 53-də açar sözlərdən uyğun ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Sabit həcmdə ideal qazın halının dəyişməsi prosesi sabit həcmdə olan izoxor prosesdir. Sabit temperaturda ideal qazın halının dəyişməsi prosesi izotermik prosesdir. İzoxor prosesdə verilmiş kütləli ideal qazın təzyiqi onun temperaturu ilə düz mütənasibdir. İzotermik prosesdə verilmiş kütləli ideal qazın təzyiqi onun həcmi ilə tərs mütənasibdir deyə bilərik. Sadə sual idi.
54'də cismə tətbiq edilmiş 4 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. 12. Yuxarı deməli 12-dir. Bunları yazaq. 12. Daha doğrusu F1'i 12 verib. Bu 12'dir. F2'ni 9 verib. Bura 9'dur. Sonra F3'ü verib 4. F4'ü də verib 3. 12 ilə 4 əks istiqamətdə F3'ü 4 verib, F1'i 12 düz yazmışıq da, F2'ni 9, F4'ü də 3. 9-dan 3 əks istiqamətdə yönəlirlər. Bunların əvəzləyicisini tapmaq üçün 9-dan 3'ü çıxırıq, 6 olur. 12 ilə 4 də əks yönəliblər. Bunların əvəzləyicisi də əks istiqamətdə yönəldikləri üçün çıxırıq, 8 olur. Bu 6 ilə 8-in əvəzləyicisini də Pifaqordan tapmaq olar, 10 Newton demək olar. Yəni burada bütün qüvvələrin əvəzləyicisi 10 Newtondur. O tarazlıq nöqtəsi ətrafında rəqs edən yaylı rəqqasın 1 tam rəqs ərzində getdiyi yolu santimetr ilə hesablayın. 1 tam rəqsdə gedilən yol S bərabərdir 4A qədərdir. 4 amplitud qədərdir. İndi bunun amplitudu da bax bu tarazlıq nöqtəsi ilə kənar nöqtələr arasındakı məsafədir. 20 ilə 35 arasında. 20 ilə 35 arasında 15 santimetr məsafə var. O zaman bunun amplitudu A bərabərdir 15 santimetrdir. Biz burada yaza bilərik 4 vurulsun A-nın qiyməti 15, 4'ü 15'ə vurarıq və burada gedilən yolun 60 santimetr olduğunu tapa bilərik. Bir cins elektrik sahəsi tərəfindən müsbət nöqtəvi yüklərə təsir edən qüvvələrin qiymətləri və yüklərin yerləşdiyi nöqtələrə uyğun sahənin intensivlikləri modulları arasında hansı münasibət doğrudur? Bu sahə bir cins elektrik sahəsidir. Bir cins elektrik sahəsi odur ki, orada belə deyək, intensivlik bütün nöqtələrdə eynidir. Yəni burada Y1 və Y2 intensivlikləri bir-birinə bərabərdir. Amma qüvvəni müqayisə eləmək istəsək, F bərabərdir QY yaza bilərik. Yəni qüvvə yüklə mütənasibdir. Yük harda böyükdürsə, qüvvə orada böyükdür. Bax, yük ikincisinin yükü böyükdür. O zaman 2-yə təsir edən qüvvə daha böyükdür. Yəni F2 F1-dən böyükdür deyə bilərik. Burada 1 və 5-ci variantlarımız doğru olmuş olur. 57-ci sualda uyğunluğu müəyyən edin. Sabit gərginlik mənbəyinə rezistor və termistor qoşulmuşdur. Eyni vaxtda həm termistoru, həm də rezistoru qızdırdıqda. Aha. Rezistoru qızdırsaq nə baş verər? Rezistor naqildir. Yəni bu belə deyək ki, metaldır. Metal olduğu üçün metalın da müqaviməti R bərabərdir R0 vurulsun 1 üstə gəlinsin alfa T ifadəsi ilə müəyyən olunur. Rezistorun temperaturunu artırsaq, onun müqaviməti artar. Rezistorun müqaviməti deməli artar. O zaman biz 1-ə B variantı yaza bilərik. Çünki onun müqaviməti artacaq. Amma bu yarım keçirici cihazdır. Yəni bu termistor. Yarım keçirici cihaz olduğu üçün onun qızdıranda onun müqaviməti azalır. Yəni termistorun müqaviməti azalmalıdır. C-ni yazmalıyıq bura. Sonra ümumi gərginlik dəyişmədiyi üçün ampermetri I bərabərdir U bölünsün R'dir. Bu ifadəyə əsasən indi ümumi gərginlik dəyişmir. Bu müqavimət, rezistorun müqaviməti artdığı üçün burada I1 cərəyanı azalmalıdır. Çünki tərs asılıdır. Daha doğrusu I2 cərəyanıdır bu. I2 cərəyanı azalar. Yəni A2 ampermetrinin göstərişi azalar. Buradakı müqavimət azaldığı üçün, yəni termistorun müqaviməti azaldığı üçün buradakı cərəyan şiddəti artar. Tərs asılı olduğundan dolayı. Deməli, I1 cərəyanı artar, A1 ampermetrinin göstərişi artmış olar. D-ni burada yazarıq. Voltmetrin göstərişi də voltmetr dövrədəki ümumi gərginliyi ölçdüyündən dolayı voltmetrin göstərişi dəyişməz. A-nı da buraya yazmış olarıq. Davam edirik 58-ci sualla. Bax, görək ki, bizə nə deyir? Deməli, çəksiz ipdən asılmış düzbucaqlı paralelepiped şəklindəki bir cins cisim tarazlıqdadır. Bu halda ipdə yaranan gərilmə qüvvəsi 20 Newtondur. Kran açılmaqla qab CD səviyyəsinə qədər doldurulur. Aha. Bu tarazlıq halında isə ipdə yaranan gərilmə qüvvəsi 12 Newton olur. Cismin həcmini hesablayın deyir. İpdə yaranan gərilmə qüvvəsi 20 Newton idi. İpdə yaranan gərilmə qüvvəsi 12 Newton oldu. Nəyə görə azaldı? Çünki Arximed qüvvəsi təsir göstərir ona görə. Yəni buradakı Arximed qüvvəsinin 8 Newton olduğunu deyə bilərik. Arximed qüvvəsi bərabərdir 8 Newton. Aha. Arximed qüvvəsi 8 Newtondursa, o zaman biz buradan cismin həcmini hesablaya bilərik. F Arximed bərabərdir
tam batdığı üçün biz burada rho maye vurulsun V batan deyil də elə V cisim deyəcəyik. Çünki tam şəkildə batıb. Vurulsun J yaza bilərəm. Və buradan biz cismin həcmini tapmaq istəsək, V cisim bərabərdir. Rho maye və J-ni yazıram məxrəcdə. Rho maye vurulsun J. Geriyə bir dənə Arximet qüvvəsi qalır, onu da yazıram kəsirin sürətində. Arximet qüvvəsi bölünsün rho maye vurulsun J. Aha. Deməli buradan biz cismin həcmini tapmaq istəsək, cismin həcmi bərabərdir. Arximet qüvvəsinin qiymətinin 8 Newton olduğunu demişdik. Mayenin sıxlığı. Mayenin sıxlığı 1000'dir. Suyun sıxlığıdır bu. 1000 kiloqram bölünsün kubmetrdir. Burada sıxlığın yerinə 1000 kiloqram bölü kubmetr yazıram. Sərbəst düşmə təcrübəsinin qiyməti də 10'dur. Yəni 10 Newton bölünsün kiloqram. Bu da bərabərdir. İndi 10.000'də 8. 10.000'də 8 metrin kubu tapdıq bunu biz. O, belə deyək ki, cismin həcmidir. Bizə deyir ki, desimetr kublarını hesablayın. 1 metrimiz 10 desimetrdir. Biz əgər bunu kuba yüksəltmək istəsək, 1 kub metrimiz olar onun kubu, yəni 1000. 1000 desimetr kub. Aha, deməli 1 metr kubun yerinə biz 1000 desimetr kub yaza bilərik. O zaman bu 1 metr kubun yerinə fərz eləyək ki 1000 yazdıq. O zaman bu 10.000'də 8'i olduğu kimi saxlayıram. Kubmetrin yerinə 1 kubmetrin yerinə də 1000 desimetr kub yazıram. 1000 desimetr kub. Bərabərdir. 10.000'dən 1000'i apararıq. 10 qalar, 10 məxrəcdə, 8 də yuxarıda. Yəni 0,8 desimetr kub olmalıdır deyə bilərik. Yer səthindən müəyyən başlanğıc sürətlə şaquli yuxarı atılmış cismin kinetik enerjisinin potensial enerjisindən asıllıq qrafikini çəkin. Havanın müqavimət qüvvəsi nəzərə alınmış. Cavabınızı əsaslandırın. Yer səthindən müəyyən başlanğıc sürətlə şaquli yuxarı atılmış cisim. Yer səthindən müəyyən başlanğıc sürətlə şaquli yuxarı atılmış cisim üçün yaza bilərik. Məsələn, YK bərabərdir. MV kvadratı desək, MV kvadratı bölünsün 2. MV kvadratı bölünsün 2 ifadəsinə əsasən, indi burada V-ni necə düşünə bilərik, onu düşünək. M vurulsun. V kvadratının yerinə yaza bilərik. V0 çıxılsın JT-nin kvadratı. Yəni bu V yuxarı doğru atılanda V0 çıxılsın JT ifadəsindən hesablanır deyə bu şəkildə yaza bilərik. Bölünsün 2. İndi biz potensial enerjinin düsturunda Y potensial bərabərdir MGH şəklində hesablayırıq. MGH. Başqa cürdə belə düşünə bilərik. V kvadratı bərabərdir V0-ın kvadratı çıxılsın 2GH düsturunu yazsaq əgər. O zaman yazıram kinetik enerji bərabərdir. Bu V kvadratını, burada V kvadratının yerinə onu yazıram. M vurulsun. Mötərizə içində V0-ın kvadratı çıxılsın 2GH. Bölünsün, məxrəcdə də zaten 2 var. Buranı vurub açsaq, yuxarıda olur MV0 kvadratı, çıxılsın, M vurulsun 2GH. Yəni 2MGH. Bölünsün 2. Bərabərdir. Ayrı-ayrılıqda bölsək, bura olur MV0 kvadratı bölünsün 2. MV0 kvadratı bölünsün 2. Burada olur 2'ni də 2'yə bölürük MGH. Çıxılsın MGH. Gördüyümüz kimi YK bərabərdir MV0 kvadratı bölünsün 2 çıxılsın MGH şəklində bir şey almış olduq. Həmən düstura əsasən buradakı çıxılsın işarəsinə əsasən deyirik ki, qrafik aşağı doğru düşür. Yəni kinetik enerjinin, daha doğrusu bəli, kinetik enerjinin potensial enerjidən asıllığı, YK-nın Y potensialdan asıllığı çıxılsın olduğu üçün bu şəkildə belə bir qrafik olmuş olur. Azalan bir qrafik, asıllıq bu şəkildə olmalıdır. 60-cı sualda silindrik qabda porsiyon altında qalan su buxarının izotermik genişlənməsi zamanı halının dəyişməsi koordinatlarında təsvir edilmişdir. 1, 2 və 2, 3 hissələrinə uyğun su buxarının kütləsinin necə dəyişdiyini yazın. 1, 2 hissəsində silindrik qabda porsiyon altında qalan su buxarının. Deməli biz deyə bilərik ki, bu 1, 2 və 2, 3 hissəsi deməli bu doyan su buxarına aiddir. Doyan su buxarında 1, 2 hissəsində
izotermik dediği için temperatur sabitdir. İzotermik prosesdə temperatur sabitdir. O zaman biz burada bilirik ki P, rho, N, yəni təzyiq, sıxlıq və konsentrasiya sabitdir. İndi 1-2 hissəsində su buxarının sıxlığı sabitdir, həcmin isə artdığını görürük. O zaman biz burada su buxarı üçün n bərabərdir rho vurulsun V yaza bilərik. Yəni 1-2 hissəsində həcm artır, V artır. V artırsa o zaman m bərabərdir rho V ifadəsinə əsasən kütlə də artmalıdır. M artır deyə bilərik. 2-3 hissəsi isə artıq doymayan buxardır. Doymayan buxarı olduğu üçün doymayan buxarın kütləsi dəyişməz. Yəni 2-3 hissəsində buxar doymayan haldadır və orada kütlə dəyişməz deyə bilərik.